Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil vəliyyəkəl fərəc. Məkasib kitabında qumar bölümündən 5-ci dərsi oxuyuruq. Biz keçən dərslərimizdə oxuduq ki, əgər bir nəfər qumar alətləri ilə qumar oynasa və lakin əvəzsiz, yəni ortada heç bir pul qoymadan oynanılsa, bu qumar hesablanır və yaxud hesablanmır. Burada ixtilaf var idi. Mərhum Şeyx Murtəza Ənsari rəyləri nəql elədi və fikrini bildirdi. Bugünkü dərsimiz 3-cü məsələdədir. 3-cü məsələ bundan ibarətdir ki, bir oyun oynanıla, aralarında rəhn ola, yəni əvəz ola, bir pul ola. Amma qumar alətləri ilə oynanılmaya. Qabaqdakı məsələnin əksi. Qabaqdakı məsələ budur ki, qumar alətləri ilə oyun oynanıla və lakin ortada pul olmaya. Burada bu məsələdə isə məqsəd budur ki, bir oyun oynanıla, ortada pul ola və lakin qumar alətləri ilə oynanılmaya. Burada necə? Bu haramdır, yoxsa həlaldır? Bəhsimiz buradadır. Mərhum şeyx buyurur, Əs-salisə. 3-cü məsələmiz Əl-murahənə ələl-ləb. Murahənə müfailə babındandır. Yəni iki nəfərin arasında rəhn qoyula. Rəhn yəni bir pul qoyula, bir əvəz qoyula. Ki bu deyə ki, mən utsam o pul mənimdir, sən utsan sənindir. Buna deyirlər murahənə, yəni iki nəfərin arasında olunan şərt. Əl-murahənə ələl-ləb, bu iki şəxsin arasında bir əvəz, bir pul qoyula bu oyuna. Bi qeyri alatil əl-muaddətu lil-qimar. Amma bunların oyunu qumar üçün hesaplanan alətlərlə olmaya. Başqa bir şey ilə ola. O ki, qumar üçün alət hesablanıb, o alətlərlə olmaya. Nə kimi? Kəl-murahənə ələ həmləl həcəris-səqil. Məsələn, iki nəfərdir, bir pul qoyublar ortaya. Deyir, məsələn, kim bu ağır daşı qaldırsa, bu pul onundur. Burada heç bir qumar aləti yoxdur. Amma aralarında bir pul var, bir məbləğ var. Və yaxud və ələl-musarəə. Ya məsələn, iki nəfərdir, pul qoyublar. Kim bu gəmi ilə filan yerə çatsa, o pul onundur. Və ələt-tuyur. Və yaxud iki nəfərdir, quşları var. Kim bu quşu daha hündürdən uçurdar, bu pul onundur. Və ələt-təfrə. Və yaxud kim bu quşu uçurtsa, bir dəfə budur ki,
quşu ən yuxarı yerə çatdırmaq, bir dəfə quşu uçurtmaq. Məbləğ qoyublar. Kim bu quşu uçurtsa, bu pul onundur. Və nəhvə zalik, yaxud bunlara oxşar oyunlar. Yəni, bunların heç biri qumar aləti ilə oynanılmır. Və nəhvu zalik mimma adduha fi babis səbq və rimayə min əfrad qeyru man nussə əla cəvazi. Bunlar kimi şeylər. Bir haldayı ki, bunlar uləma, alimlər, o ki, səbq-ı rimayə, yəni ox atmaqdır, müsabiqə keçirtməkdir, neçə yerdə nəs varımızdır, dəlil varımızdır, onların icazəli olmağına, alimlər bunların heç birini o nəs olan yerlərdən hesablamayıblar. O ki, nəs olan yer var, onlar qəbul. Dəlil olan yer var, onlar qəbul. Onlarda müsabiqə eləmək olar. Amma alimlər bunların heç birini o dəlilin icazə verdiyi müsabiqədən hesablamayıblar. Bunlar nə cürdür? Bunlar haramdır, yoxsa həlaldır? Və zahirul əl-ilhaq bil-qimar fil-hurmə vəl-fəsad. Mərhum şeyx buyurur, zahir budur ki, elə bunlar da qumara daxildir. Həm haram və fəsad olmağında. Niyə görə haram və fəsad deyir? Burada bir hökmü vəzi var, bir hökmü təklifi var. Hökmü təklifi burada hörmətdir, hökmü vəzi burada fəsaddır. Yəni, mümkündür bir alver haram olsun, amma batil olmasın. Amma mümkündür də bir alver həm haram olsun, həm batil olsun. Fel-hurmə vəl-fəsad bunu bildirmək istəyir ki, mərhum şeyx burada həm hökmü təklifisi haramdır, həm hökmü vəzisi. Hökmü vəzisi də demişik dəfələrlə səhhət və fəsad bu şeylərə deyilir. Ona görə buyurur və zahir əl-ilhaq bil-qimar fel-hurmə vəl-fəsad. Zahir budur ki, elə bunları da biz daxil eləyək qumara, həm hörmətdə, həm fəsadda. Yəni, deyək, həm hökmü təklifisi haramdır, həm hökmü vəzisi. Yəni, hökmü təklifisi məlum haram, hökmü vəzisi fəsad budur ki, yəni, orada udulan şeyə o udan adam malik ola bilməz. Bəl sərihu bəzin ənəhu qimarun. Bəlkə bəzi alimlər aşikar şəkildə buyurublar, bu elə qumardır. Yəni, mərhum şeyx buyurdu, bunu daxil eləyək qumara. Amma bəziləri buyurublar ki, elə bu birbaşa qumardır. Nəinki qumara daxil eləyirik. Və sərrəhəl əllamətü təba-təbai rəhiməhullah fi məsabihihi biədəmil xilaf fil-hurmə vəl-fəsad. Mərhum Əllamə Təba-Təbai aşikar şəkildə Məsabih kitabında buyurubdur ki, biədəmil xilaf fil-hurmə vəl-fəsad. Belə bir oyunların hörmət və fəsadında heç bir ixtilaf yoxdur. Yenə də deyirəm, hörmət, yəni hökmü təklifi, fəsad, yəni hökmü vəzi. Və huvə zahiru kullu mən nəfəl xilaf fi təhrimil musabiqə fima ədəl mənsus mə'əl ivəz. Həmən bu söz, Əlləmənin bu sözü, hər o alimin sözüdür ki, onlar musabiqənin, yəni o musabiqə ki, mənsus deyil, yəni əvəzlə, pulla oynanılan musabiqə ki, mənsus deyil, yəni ona xüsusi dəlilimiz yoxdur, orada hamı buyururlar ki, o haramdır. Yəni, heç bir alim demir ki, o həlaldır. Buyururlar, o musabiqə halaldır ki, orada nəss ola, dəlil ola. Əgər bir musabiqə varsa və orada heç bir dəlil yoxdursa onun cəvazına, icazəli olmağına, əgər orada ivəz varsa, pul varsa, hamı deyirlər o haramdır.
Ona görə buyurur və huvə zahiru kullu mən. Bu Əllamənin bu sözü hər o ağanın sözünün zahiridir ki, nəfəl xilaf fit təhrim. Onlar ixtilafı təhrimdə nəf eləyiblər. Deyiblər ki, əl-musabiqə fi muadəl mənsus mə'l-əvəz. Deyirlər ki, o müsabiqə ki, əvəzlə, pullandır və mənsus deyil, nəssi yoxdur, orada o müsabiqənin haramlığında ixtilaf yoxdur. Bütün alimlər deyirlər ki, o haram deyil. Və cəalə məhəlləl xilaf fiyha bedunil ivəz. Yalnız bu alimlər ixtilafı o yerdə qərar veriblər ki, deyirlər ki, bir oyun ola, orada ivəz olmaya. Yəni, orada pul olmaya. Bəli, burada ixtilaf eləmək olar, danışmaq olar ki, bu həlaldir, bu haramdır. Yəni, bu mübahisə, bu müzakirələri eləmək olar. Amma bir yerdə ki, orada pul var və oyun var, deyiblər ki, buna nəssə də yoxdur, dəlil də yoxdur icazə olmağına, bir mənalı deyiblər ki, bu haramdır və icazəli deyil. Yalnız bəhs, müzakirə yeri oradır ki, orada əvəz olmaya, orada pul olmaya. Əgər pul olmasa, bəli, orada söhbətin yeri var ki, bu oyun həlaldır ya haramdır. Əgər pul varsa, bir mənalı burada haramdır və icazəli deyil. Elhamdülillah Rabbil aləmin.